Ben bir həqiqət anladım. İnsan bu dünyaya tam, bütöv, saf, pak, tam mükemmel doğulur. Tam mükemmel. İnsan azad doğulur. İnsan bütöv doğulur. İnsan güclü, qüdrətli, pak doğulur. İnsanın paklığı qarşısında dinlər belə ləkəlidir. O qədər əminliklə deyirəm. Amma bu dünya neyniyir insanı? Doğulda aldı qucağına. Ay sen bu dünyaya gəlmirsən, xaç suyuna salınmalısan. Aha. Sen tutup kəsmək lazımdır. Və insanı, sen bu millətdənsən, bunlar kafirdir. Bu sonuncu dindir. Bu odur, bu budur. Öz uydurma, yersiz və mənasız, sadəcə zəncir kimi atıb insanın boynuna insanı bədbəxt eləyirlər. Və ona bir dənə proqram yükləyirlər. İnsan onu yalandan sevirəm zənn eləyib, gecə gündüz dilindən düşmür. Övladının adını o qədər çəkmir. Necə? Yox, o sevgi deyil. Sənin o gün ərzində dilindən düşməyən, sənin içindəki qorxunun adıdır. Və sən qalan ömrünü güya ki sən sadiq və sədaqətsən. Nəyə? Yüklənmiş bir informasiya. Amma sən həqiqətdən gəlmişdin. Sən elə onun özüydün. İnsan zülmətdən, qaranlıqdan gəlmişdi və işığı axtarırdı. Zülmətə saldılar. Niyə? Çünki idarə eləmək lazım idi. İnsanı idarə eləmək lazım idi. Bəli, başqa bir şey yoxdur. Səni yaradan, sənə proqramını yükləyib, başa düşürsən, sən hazırsan. Sən belə doğulmusan. O kimləsə sənə məktub göndərməmişdi. Sən oradan gəlirdin və sənin məktubun da cibindədir. Belə doğulmuşdun. Amma aldatdılar, neynədilər? Sən işığı, mənə yolu göstərdin. Səni göndərdilər divin yanına, cırtdanın ağlındakı kimi. Bu dünyada bax bu oyunu kuranlar var ha. Mükəmməl. İnsan, bilirsiniz, sorğulamalıdır, cəsarət eləməlidir. Yəni sən əgər düşünürsənsə, bu standart bu dünyada dəyişməyən bir şey yoxdur və bu kurallarla yaşayırsansa, bize ömür boyu dedilər ki, kişinin sözü bir olar. İndi başa düşürük ki, o kişinin sözü bir olar dedikləri şey o deməkdir ki, biz belə deyək də robot olmalıyıq. Halbuki insan ilan kimi qabıq dəyişir. İnsan, sənin bu vücudun bu ildən o biri ilə bir dənə hüceyrəsi qalmır. Hamısı atılır, yenilənir. Sən bir dənə sözü düz tut, robot kimi yaşa bir ömür boyu və güya ki sən sadiqsən, güya sən dürüstsən, güya sən tamsan. Sən halbuki bilmirsən ki, insan dəyişər, inkişaf eləyər. Hər şey dəyişər, inkişaf eləyər. Din. O kişi, Məhəmməd Peyğəmbər, o deyir də, o kişi nə demişdi, nə din qoymuşdu, nə yaratmışdı, nə inəmişdi. Əslində dinin özündə bir şey yox idi. O həqiqəti deyirdi. Mən onu sən kəlmə izah eləyərəm. İstənilən bir adama ki, o nə demək istəyirdi. Onu, siz neynədilər? Onu dəyişdilər, yozdular, başqa şəklə saldılar, qanunləşdilər, mexanizmlər dəyişdilər və insanı idarə eləyəcək bir şəklə saldılar. Və onun dediyi həqiqət hansı ki, biz onu harda axtarırıq, harda axtarmalıyıq. Və nəticə nə oldu? Ona görə də mənim bu dünyada bu axtarıb 47 ildə tapdığım bir həqiqət var. Mənim dinim vicdandır. Mənim dinim vicdandır. Onun nə sədəqə yığmağı qutusu var, nə yasa pulla gedən mollası var, nə saxta, yalancı qaydaları, qanunları, nə özünü aldatmır, nə də heç kimi. Artıq bunu anladım. Mənim peyğəmbərim mənim həqiqətimdir. Bəli, mənim həqiqətim, illər sonra tapdığım həqiqətimdir. Bəli, o mənim elçimdir. Mənim cənnətim, azad ruhumdur. Bəli, azad ruhum. Azad, kölə olmayan, qorxusu olmayan, bütün qorxuları öldürən ruhumdur. Azaddır, doğulduğu kimi. Mənim günahım soruşmaq idi. Amma cavabı susturanlar var idi. Ona görə 47 il mən yanlış yaşadım, səhv yaşadım, cəhənnəmdə yaşadım. Bir cəhənnəmdə yaşadım. Və
Bugün xoşbəxtəm. Bugün xoşbəxtəm ki, özüm nizamı qururam. Bəli, özüm nəzarət edirəm. Mən nizamı qururam. Allahla şeytanın arasındakı nizamı, balansı qururam, bəli. Çünki mənim həyatımdır. Və onlar da mənim dünyamdır. Mənim dünyamın içindədirlər. Mənim dünyamın, mənə aid olan dünyanın. Bəli, onlar mənimdir. Mənlə doğulur, mənlə də ölür. Bəli, məni azad bıraxsaydılar, Mauqli kimi meşəyə, mən onlarla yaşayacaqdım. Xoşbəxt yaşayacaqdım. Amma məni allatdılar. Allatdılar, bəli. O bir tikə var, bir tikə ətimdən kəsilən ət var ha. Onu var ha, onu. Onu heç kimə bağışlamıram. Bu dünyada onun halallığını vermirəm, o insanlığa, o saxtakar insanlığa. Onun belə haramları olsun. Bu sistemi quranların haramı olsun. Bir köləliyin rəmzi olub ha, sünnət. İndi qorxuya çevrilib. Onun belə halallığını vermirəm. Mənim bu dünyada başıma 47 ildə açılan bütün oyunların hamısına görə, elə onları lənət olsun elə olan özünə. Bu oyunu quranlara.